Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz deməli uzunluq, sahə və həcm vahidləri arasındakı əlaqədir. Bunun üçün biz düsturları əzbərdən bilməliyik və bir şey yadda saxlamalıyıq ki, əgər 1 məsəl üçün santimetr 10 millimetrə bərabərdirsə, onda buradan alıram ki, 1 millimetr santimetrin onda birinə bərabərdir. Yəni onda 1 santimetr. Bunu onluq kəsirindən də 0,1 santimetr yazmaq olar. Yəni, böyükdən kiçiyi almaqdan ötürü əgər ona vurmaq lazımdırsa, kiçikdən də böyük almaqdan ötürü ona bölmək lazımdır. Bu qaydalara əsasən, deməli, əgər bizim uzunluq vahidlərimiz verirsə, tutaq ki, burada verdi 1 santimetr, 1 millimetrdir. Bizdən 1 kvadrat santimetri soruşsa, yəni bu o deməkdir ki, 1 santimetri 1 santimetrə vururam. Yəni tərəfi 1 santimetr olan kvadratın sahəsindən söhbət gedirsə, 10 millimetri də 10 millimetrə vuranda eləyir 100 millimetrin kvadratı. Yəni uzunluq vahidini əzbərdən biliriksə, sahə vahidlərinin də çıxarılışını bundan bilmək olar. İndi tili 1 santimetr olan kubun həcmini hesablamaq üçün 1 vur, 1 vur, 1. 3 dənə biri bir-birinə vururam olur 1 santimetrin kubu bərabərdir. 10 millimetri də 3 dəfə öz-özünə vuranda 100, 2 dəfə vuranda 100, bir də vuranda 1000 eləyir. 1000 millimetrin kubu. Yəni bir dənə uzunluq vahidini bilməklə həm sahə vahidini, həm də həcm vahidlərini buradan tapmaq olar. Deməli, bu dediklərimiz qaydalara əsasən indi tapşırıqları işləyək. Deməli, 5-də 2 desimetr deyir bizə. 5-də 2-ni yazıram. 5-də 2. İndi bax, desimetrdirsə, deməli 1 desimetr deməkdir bu. 1 desimetrin 10 santimetrdir. Bunu əzbərdən bilirik. Hər santimetrin də 10 millimetr olduğuna görə bu 100 millimetrdir. Deməli, 1 desimetrin 100 millimetrdir. İndi burada 5-də 2-ni yazdım. Desimetrin yerinə yazıram, vurulsun 100 millimetr. Bərabərdir. 5 ilə 100 ixtisar gedir, qalır 20. 2 vurulsun 20 millimetr. Bu da eləyir 40 millimetr. Bu oldu birincisi. İndi kilometri santimetrə çevirdik. Deməli, indi burada belə bir qayda yazıram ki, 1 kilometrimizin 1000 metrdir. Bunu biz əzbərdən bilirik. 1000 metrdirsə, hər metrində 100 santimetrdir. Deməli, 1000-i 100-ə vurmalıyam. Yəni, 2 dənə də 0 yanına yazmalıyam. Bu da olsun santimetr. Deməli, 1 kilometrimizin bizim 100.000 santimetrdir. İndi burada 4-də 3-ü yazıram olduğu kimi. 4-də 3. Kilometrin yerinə yazıram bu aldığım cavabı. 100.000 santimetr. Bərabər. Burada 3 qalır. 4 ilə də 100.000 ixtisar gedir. Bax, 100-də 4, 25 dəfə olur. 25 yanında da 3 dənə 0. 25 yanında da 3 dənə 0. Deməli, santimetrdir. Bərabərdir. 3-ü də 25-ə vuranda eləyir 75, yanında da 3 dənə 0 santimetr. Yəni 75.000 santimetr alıram bunun cavabını. Sonra keçirəm metri millimetrə çevirməliyəm. Deməli, deyirəm ki, 1 metrimizin 100 santimetrdir. 100 santimetr. Və hər santimetrində 10 millimetr olduğuna görə, deməli, bu hamısı bir yerdə bizə 1000 millimetr verir. Deməli, burada 5-də 1-i yazıram. 5-də 1. Vurulsun. Metrin də yerinə yazıram 1000 millimetr. 1000 ilə 5 ixtisar gedir, qalır 1 vurulsun 200. 250 bəli, 1000-dirsə. Biri də 250-yə vuranda elə eləyir 250 millimetr. Üçüncüsündə. Bir dəqiqə, 4 ilə 1000 ixtisar gedir, 200. 200. Bağışlayın, burada 200 olmalı. 200 millimetr. Sonra kilometri desimetrə çevirmək lazımdır. 8-də 3-ü yazıram. İndi burada kilometri desimetrə çevirim. Deməli, 1 kilometrimizin 1000 metrdir. 1000 metr. Və hər metrimizin də 10 desimetrdir. Ona görə də bu olası 1000, ona da vuranda bir dənə də 0 qoyuram yanına desimetr. Yəni 10.000 desimetr. İndi kilometrin yerinə də yazıram, vurulsun 10.000 desimetr. Bərabərdir. 3-ü yazıram. 8 ilə 1000 ixtisar gedəndə 125 qalır. Bölündə də 0 var.
1250 eləyir. Desimetr. Bu da bərabərdir. 125'i 3'e vuranda eləyir 375 ve yanında da bir dənə 0 var. Desimetr. Növbəti tapşırıq metr kvadratını santimetrə çevirməliyəm. Deməli, burada hansı əməlləri bilməliyəm mən? Biz bilməliyik ki, 1 metrimizin 100 santimetrdir. Bizə metrin özünü yox, kvadratını soruşur. Ona görə də bunu da özünə vurmalıyam, bu tərəfi də özünə vurmalıyam. Deməli, 1 metrin kvadratı bərabərdir. 100'ü 100'e vuranda 1 yanında 4 dənə 0, yəni 10.000 santimetrin kvadratı. Deməli, 1 metr kvadratı 10.000 santimetr kvadratıdır. Ona görə də burada yazıram, 4'də 1'i yazıram. Metr kvadratını da yerinə yazıram, 10.000 santimetrin kvadratı. 4 ilə də 10.000 ixtisar edir, qalır 2500 santimetrin kvadratı. Sonra metr kvadratını millimetr kvadratına çevirməliyim. Bax, burada 1 metrin 100 santimetr yazmışam. 1 metrin indi. Burada yazaq. 1 metrin 100 santimetrin hər içində 10 millimetr olduğuna görə 1000 millimetrdir. Millimetr. İndi bunu da kuba yüksəldəndə 1 metrin kubu bərabərdir. Bunu da 1000'e yüksəldəndə 1 kuba yüksəldəndə 3 dənə 0 varsa 3 dəfə öz-özünə vuranda 9 dənə 0 olasıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 millimetrin kubu. Deməli, 1 milyard olur. 1 milyard. İndi burada yazıram 8'də 1'i. Bərabərdir. 8'də 1 vurulsun 1 milyard. 1, 3, 4, 5, 6, 7, 8, 9 dənə bərabərdir. Bu 1000 ilə 125 ixtisar 8 ixtisar qal 125. 125'in yanında da bu sıfırları yazmalı. Bir dəqiqə, bunu da bir dənə də baxım. Qaldı 125. Metrin, 1 metrin, deməli 1000 millimetrdir. Burada kub deyil, kvadratdır. Dəqiqə gözləyin. Buranın biraz üstünde işləyək. Deməli, burada metrin kubu yox, kvadratıdır. Onda bu bir tərəfdə də düzgün hesablamalıyam. Deməli, 1 metrin 1000 millimetrdir. Kvadratı da olasıdır 1 metrin 1 yanında 6 dənə 0. 1, 2, 3, 4, 5, 6 millimetrin kvadratı. 6 dənə də olanda olur 1 milyon. Deməli, bərabərdir. Burada yazıram 8'də 1 vurulsun 1 milyon. 3, 4, 5, 6 dənə 0. Bərabərdir. Millimetrin kvadratıdır bu, kubu deyil. İndi burada yenə də 1000 ilə 8 ixtisar edir, qalır 125. Yanında da 3 dənə 0 var. Millimetrin kvadratı. İndi hektarı deməli çevirməliyəm mən metr kvadratına. Və bu zaman fikirləşməliyəm ki, 1 hektar nə demək? 1 hektar eni və uzunluğu 100 metr olan, deməli, kvadratın sahəsidir. Deməli, bu eni də 100 metr, yəni kvadratdan 100 metr. Deməli, 1 hektar bərabərdir. 100'ü də 100'e vuranda eləyir 10.000 metrin kvadratı. Deməli, 1 hektar 10.000 metr kvadratıdır. Mən bunu da hesablamaqdan ötürü 4'də 3'ü vurmalıyam. Hektarın da yerinə yazıram 10.000 metrin kvadratı bərabərdir. 3'ü yazıram olduğu kimi bu 100 ilə də 4 ilə də bu 10.000 ixtisar edir. Qalır 2500 metrin kvadratı. Bu da eləyir 7500 metrin kvadratı. Sonra R nə deməkdir? R tərəfi 10 metr olan kvadratın sahəsidir. Bir tərəfi 10 metrdirsə, onda 1R bərabərdir. Onu ona vuranda 100 metrin kvadratı. İndi bizə metr kvadratı yox, desimetr kvadratını soruşur.
Deməli, metrin, 1 metrimizin 10 desimetrdir. Onda 1 metrin kvadratı da 100 desimetrin kvadratı olasıdır. Onda burada da gətirib yerinə qoysam mən bunu.